1994-cü ildə bir alim reallığın kodlarını həll etdiyini iddia etdi. 12 saat sonra isə yoxa çıxdı. Cəsədi heç vaxt tapılmadı. Laboratoriyası tamamilə boşaldıldı, bütün qeydləri silindi. Geridə isə yalnız tükləri ürpərdən bir qeyd qaldı. Sistemi başa düşsən, yox olarsan. Doktor Jakob Grinberg'in Matrix'i kəşf etdiyi o qadağan olunmuş hekayə. Grinberg adi bir professor değildi. O elmin əsl Doktor Strange idi. Həm psixoloq, həm də şuur tədqiqatçısı idi. Məqsədi mümkünsüzü birləşdirmək idi. Qədim şaman ayinlərini kvant fizikası ilə Meksikalı şamanların gözləri bağlı görmə və toxunaraq sağalma qabiliyyətlərini laboratoriyaya gətirdi və əldə etdiyi nəticələr fizika qanunlarını kökündən sarsıtdı. Grinberg'e görə kosmos boş değildi. Lattice adını verdiyi nəhəng bir enerji matrisi ilə dolu idi. İddiası belə idi: biz dünyanı görmürük, biz dünyanı yaradırıq. Beynimiz bu şəbəkəyə qoşularaq reallığı hologram kimi işləyir. Əgər şuurunuzu süper sinxronlaşdırsanız, Matrix'təki Neo kimi reallığı bükę bilərsiniz. Bu sadəcə nəzəriyyə değildi. Bunu təəccüblərlə sübut etdiyini deyirdi. Transfer edilmiş potensial. Təcrübəsində iki insanı dərin meditasiya ilə bir-birinə bağladı, sonra onları ayrı otaqlara yerləşdirdi. Birinin işıq flaşı göstərildikdə, diğeri heç bir fiziki əlaqə olmadan eyni beyin reaksiyasını verdi. Sanki zihni bir internet şəbəkəsi var idi. Hamımız bir-birimizə bağlı idik. Grinberg böyük kəşfini açıqlamağa hazırlaşırdı. Amma o səhər maşınına mindi və bir daha heç kim onu görmədi. Həyat yoldaşı heç nə bilmədiyini dedi, polis isə heç bir iz tapa bilmədi. Dərhal şayələr yayıldı. CIA onu qaçırdı, məlumatı silaha çevirmək üçün. Rəqib alimlər onu susturdu, yoxsa öz nəzəriyyəsini sübut edib simulyasiyadan çıxdı. Onun son məqaləsindəki bu cümlə bugün belə insanın qanını dondurur. Lattice şəbəkənin necə işlədiyini tam başa düşdüyünüzdə sadəcə yox ola bilərsiniz. Bəlkə də ölmədi, bəlkə oyunun kodunu həll etdi və reallıqdan çıxdı. Doktor Jakob Grinberg dəli idi, yoxsa oyanmış bir dahi?